Bir məsələyə diqqət eləmək lazımdır ki, bayram namazını qılmamışdan qabaq fitrə zəkatını çıxardıb çatdırmaq lazımdır. Buna diqqət eləmək lazımdır. Bəzən səhlənkarlıq olur, heç kim özünü əziyyətə salmır, gətirir, deyir, aparıb verərəm məsciddə eləyərlər də. Yox, belə yox, bu cür deyil. Və yaşadığımız məntəqədə birinci növbədə nədir? Mənim yaxınım, qonşum, yaxınımda, bəli, fitrə zəkatın qaydası var, o nə olmalıdır? O, Allaha ibadət edən, əhl-i beyti tanıyan şəxslərə verilməlidir. Onlara çatır fitrə. İzzətlə, ehtiramla onlara nədir? Qabaqcadan, namazdan qabaq çatdırılmalıdır. İndi bir adam heç cür imkan eləməsə, eybi yoxdur da imkan eləyə bilmir. Amma bunun üçün biraz nə etmək lazımdır? Çalışmaq lazımdır.